Salam, dəyərli izləyicilər. Bakı və Abşeron sakinlərinə xəbərdarlıq. Yaxın günlərdə hava şəraiti biraz sərt olacaq. Leysan yağışları bəzən dolu ilə müşayiət olunacaq. Külək isə güclü əsəcək. Aprelin 4-dən 6-sına dək şəhərin bəzi bölgələrində sarı və narıncı səviyyədə xəbərdarlıqlar verilib. Yəni, diqqətli olun. Ölkə ərazisində isə hava dəyişkən olacaq, fasilələrarası keçid kimi. Bəzi yerlərdə yağış fasilələrlə müşahidə olunacaq. Bakı və Abşeron yarımadasında aprelin 4-dən 6-sına qədər 2 gün davam edəcək yağışlar gözlənilir və bəzi bölgələrdə yağışın intensivliyi artacaq. Azərbaycanın rayonlarında da aprelin 4-dən 7-sinə qədər hava şəraiti fasilələrlə yağıntılı olacaq. Xüsusilə qərb rayonlarında yağış səhər saatlarından başlayacaq və bəzi yerlərdə güclü ola bilər. Yağıntılı hava şəraiti aprelin 7-si gündüz və 8-də qısa fasilə verə bilər. Amma 9-u gündüzdən etibarən yağışlar yenidən başlayacaq. Yəni, dəyərli izləyicilər, yaxın günlərdə çətir və yağış paltarınızı yanınızda saxlamağı unutmayın.